Sizcə 8 Martı kişilər gözləməlidirlər qadınlara hədiyyə almaq üçün, yoxsa qadınlar üçün hər gün bayram olmalıdır? Məncə təbrik eləmək üçün səbəb olmamalıdır. Yəni qadınlar hər gün neysə sürpriz almalıdırlar. Əslində mən bütün xanımları təbrik edirəm. Allah onlara can sağlıq versin və bizim xalqımızın xanımları çox gözəl xanımlardır. Çünki dünyaya igid qəhrəmanlar gətirirlər və ümumiyyətlə ana zəriflikdir. Ana müqəddəsdir. Ana doğmadır. Ən böyük məhəbbət yalnız ondadır. Əgər olmasaydı ana zəhməti qazana bilməzdim mən bu şöhrəti. Doğrudan da xanımlarımızdan çox şey asılıdır həyatda. Xanımlara deyirəm, özünüzə də hədiyyə alın, özünüzə gül zakaz eləyin. Fərqi yoxdur nə qədər qiymətə olur olsun. Özünüzə hədiyyə edin, özünüzü qoruyun, özünüzü sevin, özünüzdən zövq alın. Əziz anam, şirin sözlü anam, qəlbin kövrək eşqin solmaz bahar, gülər üzlü qara gözlü anam, hara getsən gözün mənə baxar. Sizi də təbrik edirəm. Bütün xanımları təbrik edirəm. So every day is holiday for you for sure, but 8th of March, International Women's Day, is special day for you. So you have to enjoy this day. Usually women's doing nothing this day, chill and celebrate. But you have to love yourself. Every day is holiday for you. Hədiyyə vacib deyil. Hədiyyə onun gözəl davranışıdır. Hər gün evdə olmalıdır. Yəni hədiyyə elə belə hədiyyə hər özəl gün olmalı deyil. Yəni hər gün özəl gün olmalıdır. Mən elə başa düşürəm ki, qadın onda xoşbəxt olur. Ən gözəl hədiyyə həyatda xoşbəxt olmaqdır. Yəni pulla, malla heç nə ölçülmür. Ancaq xoşbəxtlik odur ki, gözəl günlər görəsən, yaxşı yaşayasan, baxıb sevinəsən. Hər balaca bir şey yəni insanı sevindirməlidir. Orada gül açırsa o səni sevindirməlidir. Göydə quş uçursa o səni sevindirməlidir. Hədiyyə budur mən bilən Allahdan gələn hədiyyədir. Nə vaxt imkan olsa almalıdır da. Sevdiği kadına həmişə almalıdır. Hədiyyə almalıdır. Əlbəttə, Siz alırsınız? əlbəttə alırlar. Nə Əlbəttə. alırsınız? Axırıncı nə alırsınız? Dux alırlar, nə bilim gül alırlar, belə.